Azərbaycan musiqi tarixində elə görkəmli sənətkarlar var ki, onların dostluğu, yaradıcılığı və bir-birinə olan münasibəti bu gün də maraqla xatırlanır. Belə böyük sənətkarlar sırasında dahi bəstəkar Üzeyir bəy Hacıbəyov və görkəmli bəstəkar Müslüm Maqomayev xüsusi yer tutur. Bu iki böyük sənətkarın taleyində qəribə oxşarlıqlar vardı. Onlar eyni gündə və eyni ildə 18 sentyabr 1885-ci ildə dünyaya göz açmışdılar. Tale sanki onların həyat yolunu bir-birinə bağlamışdı. Rəvayətə çevrilmiş maraqlı bir xatirəyə görə Üzeyir bəy bir gün Müslüm Maqomayevə zarafatla belə deyib: "Dünyaya mən gəldim, sən də ardımca gəldin. Musiqiçi oldum, sən də oldun. Evləndim, hətta gəlib mənimlə bacanaq da oldun. Bircə öləndə arxamca gəlmə." Bu sözlər zarafatla söylənsə də onların dostluğunun nə qədər səmimi olduğunu göstərirdi. Hər iki sənətkar Azərbaycan peşəkar musiqisinin inkişafı naminə yorulmadan çalışmış, milli musiqi məktəbinin formalaşmasına misilsiz töhfələr vermişdi. Lakin həyat bəzən insanın dilindən çıxan zarafatları belə qəribə şəkildə gerçəkləşdirir. Təəssüf ki, Üzeyir bəyin bu zarafatı taleyin acı təsadüfüne çevrildi. Müslüm Maqomayev 1937-ci ildə vəfat etdi. Üzeyir bəy isə ondan sonra 1948-ci ildə əbədiyyətə qovuşdu. Beləliklə, zarafatda deyilənin əksi baş verdi, dostu ondan əvvəl dünyasını dəyişdi. Üzeyir bəy Hacıbəyov Azərbaycan professional musiqisinin banisi kimi milli musiqimizi dünya səviyyəsinə yüksəltdi. Leyli və Məcnun, Koroğlu, Arşın Mal Alan, O Olmasın, Bu Olsun kimi ölməz əsərləri xalqımızın mədəniyyət xəzinəsinin ən qiymətli incilərindəndir. Müslüm Maqomayev də Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri idi. Onun yaratdığı operalar, simfonik əsərlər və səhnə musiqisi milli musiqimizin inkişafında mühüm rol oynadı. Bu iki sənətkarın həyat yolu bir-birinə çox bənzəsə də, onların hər biri öz dəstxətti ilə Azərbaycan musiqi tarixində silinməz iz qoydu. Onların dostluğu, qarşılıqlı hörməti və yumor hissi bu gün də böyük maraq doğurur. Üzeyir bəyin həmin məşhur zarafatı isə sadəcə gülüş doğuran bir ifadə deyil. O, iki dahi sənətkarın ömür boyu davam edən dostluğunun, bir-birinə olan sevgisinin və səmimiyyətinin simvoluna çevrilib. Bugün Üzeyir bəy Hacıbəyovun və Müslüm Maqomayevin adı Azərbaycan musiqi salnaməsində qızıl hərflərlə yazılıb. Onların yaratdığı zəngin irs gələcək nəsillər üçün əbədi yaşayacaq və Azərbaycan musiqisinin ucalığını bütün dünyaya tanıtmağa davam edəcək.